Həyatım mənim komediyasının qəhrəmanı Qulam da buradadır. Hoş görmüşük Qulam. Salam Melekim. Deyirəm, yaman məzəli kişidir, mən ölüb. Adamın həm xalası da olanda beləsi olsun, yoxsa mənimkilə. Yox Qulam, səninki oyla tutmaz. Yaşın öyle. Çünki sən Hacı Qəmbərin qalıqısan, faydalı işə yaranmırsın. Kim aləm mən? Bəli. Mən ölüm Nisva Padovnova. Mən yaxşıyam ali, həm xanalarım pisdir. Amma mən bilən əksinə, sən həmxanların yaxşıdır, çox şən, həyat sevər, zəhmətkeş adamlardılar. Olar ha? Bəli. Ne kadar sana? Əgər inanmayan varsa, baxsın görsün. Baxaq. Aman, sevilen seni. Gelmişsen ha kişi. Ay seni yorulmayasan. Bəs eve niye girmişsən ha? Arva, diyesen yavaş yavaş xarab olursan ha? Niye, bu ne söz? Bilmirsən ki, sən həyətə çıxıb məni qarşılamasan, kandardan içəri qədəm basmar ha? Birdən mən yatmış oldum, onda neyniyəsən? Oyananacan diyanaram. Birdən həyətdə qar yağdı, yağış yağdı, Arvad! qopdu, onda neynərsən? Arvad, özün bilirsən ki, Məmməd Əli diyanar. İşte birdən bəlkə, mən bir yerə getmiş oldum. Sən atın yor yarmadı, məni dapros eləmə. İşdən gəlmişək, yamanca yorğun əmi. Günlər var idi mənim bir sualıma, 100 cavab verərdi. Özü də sazla, şeirlə, sözlə. Arvad, sən hələlik mənə bir iskən rəngi məhməri çay ver. Sonra gör lələşivin hünərini. Belə baş üstə, belə göz üstə. Təki sən məndən çay istə. Ay maşallah, ay maşallah. Arvad, de görüm sən Hasandan belə şeirlə danışmağa başlamısan, hə? Mənası sənə dəyməsin ay kişi. Deyir, atın yanına bağlasan, həm rəng olmasa da, həm xəssiyyət olmaz. İndi belə maşallah, maşallah. Sən şair, mən şair. Belə mən qoşum sənə dair, sən də qoş mənə dair. Sağ ol ay Fatma xanım, sağ ol. Bana bax, de görüm sən bu kök qafiyələri hardan tapırsan, hə? Akşı bir deyən görüm ha, bu qafiyən də bəyəm kök arğı ola. Qafiyələr cürbözürdür. Nə cür? Məsələn, var çarpaz qafiyə. Vay başıma xeyir, qafiyələr də adamlar kimi bir-birinə çarpaz gəlir. O mənada demirəm, bax, məsələn. Məsələn. Çalın çarpaz, dağ çəkmisən qəlbimə. Dağ çəkilsin belə sən istəməyənlərin qəlbinə. Deyən, qafiyələri ürkütmə. Deməli, dağ çəkmisən qəlbimə. Mən deyim. Bax, bundan sonra bu səpkidə bax, belə bir misra gəlir. Daram, dam daram. Pis adamın canına olsun qadam. Necədir? Yaxşıdır. Batma xanım, bir də var qoşa qafiyə. O hansı delə? Məsələn, yaman, zaman. Belə saman. Ayaz, dayaz. Həkəndat. Ot. İstiyor. Ay maşallah, sağ ol, afərin. Dərin, sərin. Yaxşı dayı, saxla beş. Taxtanı mıxla. Pasportu yoxla. Ayarma. Ay evi bərbat. Belə əlindən mindad. Aşkın qol qanat. Ayarma. Bir də ki şey zat. İlahi. Yad, bad, dad, sad. Bu şairlərin qızışması ne yaman olurmuş Necə day ki, şairlikdir əli gedirəm ya geri. Fatma xanım, eşitməmsən ki 100 yaşında öyrənən corunda çalar, hə? Sən cavanlıqda yazıb neynədin ki? Fatma da bundan sonra yazıb neynəsin? Müharibənin üzü qara olsun. Yaman qurutdu mənim əvəsimi. O vaxtlar saz götürüb, qoşmaq, gəraylı deyəndə səsimə aləm yığışardı Fatma xanım.
Yadındadır cəbhədən sənə şeirlə bir məktub yazmışdım, ha? Cəbhədən bəyəm mənə bir dənə şeirlə məktub yazmışsan ki, yanımda olsun. Onun biri mənim yaxşı Nə yadımdadır. danışırsan, ay Məhməd, gör nə qədər keçir. Hə, onu deyim bir qulaq De qadan alım, de. Gəncliyimi xatırlat. Sevirəm mən səni, ana torpağın günəşdən aldığı hərarət kimi. Sevirəm hər zərif gülün yarpağın üzündə gördüyüm təravət kimi. Ürəyim gah gülür, gah dumanlanır, baharlı payızlı təbiət kimi. Sənin hər sözünü, hər bir kəlməni sanıram cəbhədə bir neymət kimi. Yoxdur bu dünyada elə məhəbbət, Fatma, mənim qəlbimdəki məhəbbət kimi. Hey ay kişi, o vaxtlar mənim üçün darxırsanmış şey, belə gözəl şeirlər yazırdın mənim üçün. İndi nəyinə gərəyəm? Ələyim ələnib, xəlbirim də göydə fırlanır, dur gedək Elə ürəyimi demə xarab Fatma edəm. xanım, elə demə. Sən elə mənim üçün həmişə cavan Fatmasan. Qoy görək, ayıbdır. Bilirsən Fatma xanım, indi elə mənsiz də şairlərin sayı çoxalıb. Maşallah. Hə, meme deyəndən, pepe yiyənə qədər belə. elə hamı ucdan tutma yazır. İş gör nə yerə gəlib çıxıb ki, Qara Mustafa'nın qızı Fatma xanım da şairlik həvəsinə ki. Neynim ay kişi? Deyil belə palaza bürün, eldən sürün. Arzu kimi, dilək kimi açdım sənə ürəyimi. Arzu kimi, dilək kimi açdım sənə ürəyimi. Sinəm üstən çiçək kimi saçlarını düzüm Fatma. Sinəm üstən çiçək kimi saçlarını düzüm Fatma. Mən də doqqazın altında sənin yolunu gözləyir, belə oxuyardım. Ay vəfasız, harda qaldın, məni dərdə, qəmə saldın. Ay vəfasız, harda qaldın, məni dərdə, qəmə saldın. Taqətimi əhdən aldım, buna necə dözüm mən. Taqətimi əhdən aldım, buna necə dözüm mən. Sevdim səni bahar çağım, dilə gəldi sazım Fatma. Sevdim səni bahar çağı, çiçək açdı arzum Məmməd. İlhamımın, İlhamımın saf bulağın, saf bulağın. İlhamımın saf bulağın, canım Fatma, gözüm Fatma. İlhamımın saf bulağın, canım Fatma, gözüm Fatma. Canım Fatma, gözüm Fatma. Yeri mənim şair arvadım. Mənim natavanım, məhsəti Yenə başladı da, gəncəvim, yenə başladı. məhsəti gəncəvim, tabut təvanım. Gəl, qulaq Ay eşidək. mənim Qulaq eşidək, gözəlim, gəl, gedək. mənim maralım. Ay sən, ay Məmməd. Mən burada bir dəstgah yaradım ki, görənlər afərin desinlər. Əşi, belə həyət bacası olanın nə dərdi, nə kədəri.
Ev mənim, həyət mənim, mal mənim, devlət mənim. Malım pulum var isə, malım pulum var isə, güc mənim, qüdrət mənim. Ev mənim, həyət mənim, mal mənim, devlət mənim. Malım pulum var isə, malım pulum var isə, güc mənim, qüdrət mənim. Qurban olum mən sənin torpağın aldavuşuna, qurban olum mən sənin torpağın aldavuşuna, qızıldan çələk düzət, sən qulamın başına, qızıldan çələk düzət, sən qulamın başına, sən qulamın başına. İstəsəm bağ eylərəm, keyfimi çağ eylərəm. Ya da saray qurub mən, ya da saray qurub mən, 50 otaq eylərəm. İstəsəm bağ eylərəm, keyfimi çağ eylərəm. Ya da saray qurub mən, o da ya da saray qurub mən, 50 otaq eylərəm. Qurban olum mən sənin torpağın aldavuşuna, qurban olum mən sənin torpağın aldavuşuna, qızıldan çələk düzət, sən qulamın başına, qızıldan çələk düzət, sən qulamın başına, o da mən qulamın başına. Akşamı xeyir qulam. Sən, Ağbetül xeyr, mənim gözəlçəm. Bir səhər görülürsən, xeyir ola. Ağlıma gözəl fikirlər gəlib Əsmət xanım. Qəribədir. Nöşün, təəccüb eləyirsən ki, ya, o fikirlər bu başa hardan gəlir? Sən elə bu baş sahibini yaxşı tanımırsan Əsmət xanım. Tezliyle her şeyi göreceksen ve mənə təzədən bir könülden 1000 könülə aşık olacaksan. Ay kişi nə danışırsan? Mənim təzədən aşık olmağa vaxtım hanı iş başımdan aşır. Ağa seni işten çıxardaran vaxtın olar. Ne? Bu da təzə xəbərdir. Bəli, qulamın arvadı hanım kimi yaşamalıdır. Hansı pullarla qulam bəy? Pul düzəlicək Əsmət xanım, pul düzəlicək. Nə? Xəzinə tapsan? Ağaç ağıllı fikir xəzinədən də qiymətlidir. Məni güldürmə kişi. Sənin başındakı fikirlər ağıllı, qiymətli olsaydı çoxdan bir günə çıxmışdı. Ağıllı fikir havadan geldi. Bir fikirleş, indiyəcə neyimiz vardı? 2 dana sokkur otağımız, 5-6 manat mənim çaxçuxum, 130 manat sənin mavacibin. Bəs indi nəyimiz var? Bu boydana həyətimiz. Ay, mən dedim də, bu boyda həyətimiz. Ay, kişi sən bu həyətdən nə gözləyirsən? Hə? De, 15 manat Məhməd Əli kişidən alırsan, He. 20 manat da Rövşəndən. Ağacdaşın 15 manat. He? Nöşünü 20 manat. Çünki onlar bizdən də qabaq bu qədər veriblər. Mənim rəhmətli qardaşımın... Ağzımı açdırma ha mənim ha. Elə cibi də boş olub, başı da. Ay qulam, tutaq ki, ev kirayəsini 2 qat artırdın sonra. Yox Əsmət xanım, sən qulamı o qədər də frayer bilməcilər. Mənim fikirlərim daha bazburutludur. Neynəmə fikrin desən ay qulam? Əvvəla qonşuları buradan qovlamaq, sonra bu həyəti sökmək, yerində 2 mərtəbəli qəşəng, yaraşıqlı bir bina tikdirmək. Ha, kişi bəs sən bilmirsən ki, ha, bu həyət baca plandadır, bugün sabah buraları sökəcəklər, hə? Evet, bu həyət baca düz 15 ildir plandadır. Evlər idarəsinin sabah-sabahı acı bağırsaq kimi elə uzanır. O vaxtaca mən buranı sökərəm, yerində yaxşısını tikdirərəm, onu da sataram, ondan yaraşıqlısını tikdirərəm. Bir də görərsən ki, gəlib olmuşam 5 kişinin biri. Yoksa indiki kimi, bak gözün çıksın senin. Yoksa indiki kimi, bak. Hırda kuruş alıp satmaktan hırdavatçıya dönmüşəm. Bazardaki ablavalar elinden mende ürek göbeği kalmıyor. Allah'ıma təbiyyatlar var. Bu heyət elimizə göydən düşür. Ulan, ay. Ağız ne kullan?
Ne qulam salmısan? Güya qulam bu dünyada tek hukuk değil yerden çıxır. O değil, Nöğütçü Beybala, Erebeçi Xoslov, Zurnaçı Nokbala, daha kimler. Yasamalda özleri için cahı-calal serdirler. Her daxmiye 5-6 tələbə bırakıp etek pul kırırlar. Ulan, sen Allah. Ay ya. Sen bizi cemaat arasında biabır eleme. El çek bu alverden, el çek bu murdar işlerden. Gel köçek gideyiz köhne harabamıza, gel. Arvatda ağılar deydi. Arvatda ağıl olsaydı anası ölmüş Adem'i cennetten kovlamazdılar ki. Yok Esmet Hanım, kulakları aç, yaxşı eşit. Ben öz cennetime çok möhkem pratik olmuşam ha. Çıkmaram dünya dağla. Hoşun gelmiş, hoş gettin. Seçseri, marıktan yüzüme. Akşamınız xeyir ulan. Akşamın xeyir ağabeytimdir üstəlik. Hoş gelmişik. Senin adın necə oldu bala? Ha, benim adım Röşen. Röşen. Deyəsən o Koroğlunun da şəxsi əmlaki bilin adı Röşen idi. Bəli ulan da Köroğlu'dan bize çok şey miras kalıb. Görürəm hala, görürəm. Koroğlunun da sənin kimi ev-eşiği yox idi hələ. Orada burada kiryədə qalırdı. Ama öz aramızdı. Köroğlu kiraya hakkı vermirdi ha. O da Həsən xanın frayirliği. Vaxtında qabağını ala bilmədi. Ne danışırsınız, dağ selinin qabağını almaq olmaz. Mənə bax hələ. Bəli, Koroğlu'nun heç olmasa 5-6 dana dəlisi vardı. vardı. Sənin neyin var ay yazıq? Mənim. Mənim de bak bu tut ağacının kol budağı kadar dostum, yoldaşım. o tutak ağacından gözlüğü çek ata. Onu kesip atacağım, çok yer tutur. Ne danışırsınız? Ben her defa bu tut ağacına bakanda elə bil halkımızın torpağa möhkəm basırılmış ayaklarını görürəm. Mənə bax, Bəli. vətəndaş Koroğlu. Keçdi sənin zamanın bala. İndi dünya değişip zad edeyim. Ne de onlar değil. Nədir? Ne diyorsunuz ona? Ondan olup o. Ha, inkişaf edin. Ay sağ ol, inkişaf edeyim. Təəssüflər olsun ki, bax, bu gözəl inkişafın içərisində təhdüklə qalmış olsa bu keçəl həmzələr aramızdadır. Bax, bu inkişaf deyil. Hərənin öz inkişafı var. Ağa Röşen. Çürük taxtiyə sancılmış mıx heç bir vaxt inkişaf eləmir Əla Həzrəti Qulan bəy Həzrətləri. Ana, söhbət mətləb üstə gələndə qaçır sana, frayir. Mətləbiniz aydındır. Mən sizin bu çomanı boşaltmalıyam elə deyil. Çoma oldu indi. Nə olsun daxma. Elə bu dəqiqə görərsin. Ay sağ ol. Hoşum geldi senden, kalan adam. Ay senin canına can Fatma Hanım. Abi gene gülüş, gene hırıltı. Sen öyle sen bildiren bu Mehmet Arman'da ne gösterir de, komediye gösterir. Ana sen öyle sen, böyle sen, ana senin zakıma neylik beyler. Ana hey, senin, benim kapıma canlı yerin atasına neylik. Ulan, akşamın xeyir. Soruşmaq eyb olmasın. Sen bizim kapının dərmə deşiğində ne axtarırdın ha? Taxtarırlar. Yoksa ondan da kiraya hakkı almak istiyorsan ha? Ana, Memdeli, ne vermişsen beni alabilmişsen la? Ne diyorsun ha? Koymazsın öz arabamızda rahat yaşayın. Ama ne diyorum? Allah sen ölürsen kişilere şarına koyacağız bir şey ola. Havadalaşı sen salırsan Qulam. Gah nalayıq sözlər deyirsən, gah şpiyon kimi qapıdan, pəncərədən boylanırsan. Utanmırsan, hə? Adımı kişi qoymuşsan, eyibdir sənin üçün. Ecem edirəm bana. Canını da alırım, gözünü de çıkardıram. Hoşun gelmir, hoş gitti. Ay senin beni öldürdün oğlum sen. Hadi koltuğu. Buna bak hey. Sen özünü ne hesap eləmişsən? Ağzı yaşlı Bircə Allah. günü görə bilməzsən, sən öləsən. Buna bak ha. Şaqqulu beş. Yaxşı. Ne yoğurdun ne yaptım hazırca köke tapdın. Ver bakayım. Al bakma bak. Sen öləsən. Senin meydini. Yaxşı. Bak
bu həyətin ortasında uzadıb. Üstündə şahsi vaxtı 70-ci yerimdən tərpənən deyiləm. Bir alaq 7 arxa dönənin gələ məni bu həyətdən çıxara bilməz. Kardaram boyadı keçelen beni için atına bindirmek. Sen de harekele var bana. Gelmek istedilerken bu kulu kılavda değil özüme gel. Bir tün dolar öz qabını çatladar. Sən özünü nə hesab eləmişsən ay şahdan gələn Şahbulu bəy, hə? Nə yuğurdum, nə yapdım, hazırca kökə tapdım. Ay Fatma bacı, bir saçsız görən nə var axı? Nə təşkil çalmışsınız, nə olur? Ağız onu getməyə təzə xozeyini yeşkinə düşən ərindən soruşdu, hə? Görmüşsən, xozeyin olur. Sanırım gözlerimi Deyirəm, nə olur, nə təşkil çalmışsınız, nə olur? Ben bilmek istedim ki bu heyetin sahibi kimdim ben? Ayıram sən. Oy, burada deyiblər ha. Özümə yerirərəm, gör sənə neynirəm, deyir xozeyin təzə. Adamlar oldu hem halanın ağzına benim sözümün qabağına söz koyar. Size bir abalar bir de yaşasın mesela. Sol gedəl. Əmi, onları həyətdən çıxarmağa sənin ixtiyarın yoxdur. Elə də şu balam, elə də şu. Çünki onlar mənə atadan alınan artıqdırlar. Mənə Gözüm baxayım. açıb onları görmüşəm. Mənə bak. Seni de atom demenem, arfon demenem başın. Ulan asmana, yetmə gəl deyən çox olar, yemək verən az olar. Sən bir Beni kana salıcı axırda de. Çox sağ ol əmi, amma bunların da öz yeri var. Qoymaram həyətdən çıxsınlar. Seni çok başıma görmez, koymaram. Sen kimsen ne çaresin? Başıma xeyir. Bu həyət mənim atamındır. Hey, heyet benimdir bu de. Küpsü de cibimde. Sen öyle sen ben seni tanımam, hiç tanımak da istemem. Çok oyan bu yan eliyersen kolundan tut. Ulan! Oy ha, bura bakayım, düz laf ha. Kulaklarımızı açın, hamımızı yaxşı eşidim. He. Ben bu heyette bir daha da hep kala saklamayacağım. Niye gulam xozeyi? Adamın bu heyetine darlık elir, yaş özün için orada koydu. Ama istemiyorum ağaç da. İstemiyorum da. Kulfar eliyim, dağıdıram, sökürəm bu heyeti. Niye? Şimdi bir adam yakın gelsin. Xəncəli yortum qarnına, bağırsaqları dolaştırıb ayaqlarına. Birinci elə bu ağacdan başlayayım. Oy, necə? Ulan sen ne danışırsan? O ağacın ne günahı var? O elin servetidir. Yaxşı adamların nişanəsidir. Senin canın için kökünler Yok koymadım. Kökünler. Çıkın, kökün heyetten. Çıkın gedin bizim heyetten. Dayan qulam salma bizi, hörmətlə. İstemiyorum. Çekil, yoksa tufan eylerəm. Vurram alemi qad eylərəm. Vurram alemi qad eylərəm. Ulan mənə lazım olsa gəl bizi xariblərə. Eşeğden dama salıp aleme car eyleme. Çıkın kökün heyetten. Çıkın gedin bizim heyetten. Dayan qulam salma bizi, hörmətlə. Tez geçsinler. Ne oldu? Hadi, bura gidin, uzakta değil. Gel bura gidin, sen göster onun yerini. Sen bilmirsən, ay yakalamış oldun. O adət və ənənələr, o həyat tərzi gülüş doğurur ki, köhnəlib. Cəmiyyətin qabaqcıl, aparıcı çoxluğunun xoşuna gəlmir. Cahangir Məmmədovla Əşrəf Abbasovun Həyatım mənim musiqi komediyasından baxdığınız bu kiçik səhnə dediklərimizə yaxşı sübutdur. Lakin ədəbiyyatda daimi mövzular da var. Məhəbbət, sevgi və bunun əksinə olan riya, tamah. Dünya klassik ədəbiyyatında tamahkarlığa həsr olunmuş çoxlu əsərlər var. Molière, Pushkin, Balzac kimi dahi yazıcılar belə bu mövzuya biganə qalmamışlar.